artıq bağırsaq infeksiyası olandan sonra valideynin atacağı ilkin addım. Oral rehidratasiya deyilən tədbir var. Bu orta yüngül və orta ağır gedişlər üçün keçərlidir. Yəni əgər vəziyyəti ağır deyilsə, yüksək hərarəti 39-40 üzərinə qalxan hərarəti, fasiləsiz qusmalar yoxdursa, oral rehidratasiya yolundan xəstənin sağalmasını tezləşdirmək, xəstəxanada yatmaq ehtimalını azaltmaq olur. Və bunun üçün də mən bayaq da dedim, itirilmiş mayenin yerini doldurmaq üçün orta hesablamalar var. Yəni əgər yüngül və orta ağır hallarda kiloqram çəkiyə 50 milli, ağır hallar üçün kiloqram çəkiyə 100 milli maye oral rehidratasiya mayesi hesablanıb 4 saat ərzində içirilməlidir. Əgər bundan sonra orqanizm özünü toparlayıbsa, qusma yoxdursa, bundan sonra kiloqram çəkiyə 100 milli hesabınla maye 24 saat ərzində verilməyi tövsiyə olunur.